Beni sen öyle anlayacaksın. Abi baba ne diyeyim? Ben de konuşuyorum. Aç baba. Ya yaşlarınızı da anlamıyorum. Axşamınız xeyir, Miri bəydir. Mən sizi bir məsələ ilə bağlı narahat eləmişəm. Ümid edirəm ki, mən kömək edə bilərsiniz. Mən 3 il bundan qabaq məşhur biri ilə sevgili olmuşam. 3 il? Allah səbir versin. İndi amma ondan ayrılmışam. Mənə də maraqlı gəldi o kimdir. Ayrılandan da o bütün nəğmələrini mənə bəxş edibdi. Yəni, indi mən istəyirəm ki, bu yeni ildə onun üçün bir sürpriz edeyim və onun sevgisini yenidən qazanam. Sizin köməyiniz lazımdır ki, mən barışım. Nə olar, xahiş edirəm, barışdırın bizi. Amma gizli qalsın, onu görəndən sonra hər şeyi özünüz biləcəksiniz ki, kimdir. Hər şeyi planlaşdırmışam, onu sizin yanınıza gətirirlər. Hər şey bitəndən sonra mən özüm gələcəm. Siz özünüz də ne hiss edin, çarşın burada problem olmasın da. Elə darıxmışam ki, sevgilim. Gel. Hara gedim ben? Gel gelsin. Tamam. Sən məni tək qoyub gedəndən bəri. Selamünaleyküm. Ben beni tanımıyorum. Canım sağ ol. Sen tanışan. Tanımıyorum ki başa düşmem. Benim koncasının yanına geldik. Bir kardeşimiz ne zaman sağ olun yok sen neyse. Sağ olun kardeşim. Yoksa? Neyse ben öyle bir Ahmet Allah'dır ya sen. Düğümden diyor ki gelmezsin bu. Sen gel zakaz yapacaklar. Ne zakazı başa düşmem. Ben zakaz gece dostum da Ben de öğrenmişim konuluğunda. Gel. O sen gelen günden. Burada biraz üyem atıldı. Bilmiyorum sen ne seviyeceksin. 100%. Deməli dostlar, həmin o sözü gedən məşhur İlkin Çərkəzoğluyum. Meşhur ne değil ne meşhur. Ne meşhur zot nedir kardeşim? Məşhur deyilsən. Bunları bunu yitirirsen video zot seçtin. Çay işləyəndə kes otur. Görün ne sen böyle gel. Buradadır. Hardasa bir yarım saatı 40 dəqiqəyə yekunlaşdırıb gələrsiniz. İçinden de ben şekil biçime gönderdiniz. Kimden almışsın? Sənin şəklin deyil, özünü belə çəksin, özünü. Narahatım, yaxşı başlayaq, sən bir sual verim daha. Amma sən biləni sən bilsən, gör nə deyirəm. 3 il bundan qabaq, o sən gedən gündən. O sən gedən gündən olmur adam məndən. Nə gizlədim səndən. Evet o gelen ben yanımdan bir adam oldu. Elə darıxmışam ki, sevgilim. Direktif iş ne? Qarşıva çıxıb heç, 3 ildən sonra. Yok çıkmıyor hiç istemiyorum da çıksın. Çünkü çıksa yani bundan da beter olur ama istemiyorum. İstəyirəm bir şeyləşdim kardeşim. Sen görün beterləşdin. Həyatda bir də onlar da indi sənin mən saçı başını düzəldəcəm. Getdim rastlaşdım Mən saçımı düzəldim. Bayram günüdür, barışmaq lazımdır. Hala yok onunla barışırsak ben saçımı aldım. Videonuza değiştim. Saçımı da alınca. Videonu mən çəkirəm, elə bir müzik qoyacam. O danışır, Özür çəkirsən zəhər bura. özüm Sen bizim yani değil de yani. Bayramda barışmaq, mehriban olmaq lazımdır. Düz demirəm dostlar, mehriban olmaq lazımdır. Küçükləri barışmaq lazımdır. Onu demirəm Bəli. sözdə, məni bir ömür gözdə. Bildirmirəm üzdə, elə darıxmışam ki, sevgilim. Ay şəkərim balım, elə yamandı halım. Harda sana izalım. Öpür de kardeşim. Elə darıxmışam ki, sevgilim. Böyle çizim alır. Necə ola bilər? Ya mən gözüm çordu, gördüm axı orada kimsə baxır, özdə nəfə belə mənə çox tutar, deyil o kimsə var ya, bax. Orada kimsə var, bir məsələsə orada kimsə var. Get bax da orada birim kimsə var, sən Allah bilir, heç ola, mən bax da. Həyat mənə yağlayır. Bu için çal yapıyorlar. Sana yok şey yapmış. Bana barış. Sen o Dedikçinden meşgul. Kitap bağlamışsın. Herkes kitap bırak. İlkine bak. Beni sen öyle anlayacaksın. Abi tamam ne diyeyim? Bak böyle dostlar. Barış. Beni sen öyle diyeyim. Sen Allah'a emanet. Ben de barış. Asla. Yani yaşlarınızı da bana yapın. İtibarsız olmuşsan yani, vefasızlar için
gözümdə gördüm səni. Düşünmədimmi heç görərsən məni. Zirvədə bir gün, bəlkə də heç